3500 diaqnoz qoyulan avtomobilin son halı. Gəlin ondan sizə danışım. Salam aleykum, hər vaxtınız xeyirli olsun. Gördüyünüz avtomobil Çanqan avtomobildir. Çanqan A05'dir. Yanımıza yaxınlaşma səbəbini maşın sahibinin özündən işləyik. Özü düşmür, səsi bizə yəqin ki yetərincə bəs edər. Salam aleykum qardaş, xoş gəlmisən. Niyə gəlmisən o haqqında danış zəhmət olmasa. Demək, mən bir neçə Çanqan ustaların yanında oldum. Nəylə bağlı? Səhər xodlananda motordan lok səs gəlirdi. Soyuq motora xodlayanda bu proses olur. Bəli. Mən də bir neçə Çanqan ustaların yanına getdim. Onlar da diaqnoz qoydular ki, sənin motorun sökülməlidir. Motordan Porsche'dən səs gəlir. Bəli. Porsche'dədir. Mən də soruşdum nə qədər xərc var. Dedilər 3500 daha gələ yuxarı, yəni Motor söküləndən sonra olacaq. Kilizovka olunacaq, olunmayacaq, ondan sonra olur. Bəli. Mən də qardaş var, mənim adım Namiq, Məşədi Namiq deyirlər mənə. Allah bizə də o Məşədiyə getməyi nəsib eləsin. Mənim bir Məşədi dostum var, o mənə məsləhət gördü ki, mən Tural ustanı tanıyıram, bəs ona yaxınlaşın, onun servisinə. Bəli. O sizin problemi aradan qaldıracaq. Mən də yaxınlaşdım, çox sağ olsun ki, mənim maşınımın problemini tapdı. Mən belə sizə bir məsləhət verərdim, bir tövsiyə də deyərdim. Yəni siz tanımadığınız ustaların yanına getməyinizi məsləhət bilmirəm. Təşəkkür edirəm sizə məsləhətinizə görə. Deməli problem nədir? Ustamızın niyə buna soyuq motor vaxtı yaranacaq problem əsasən olaraq? Məsələn soyuq vaxtı aslanlı olaraq avtomobil xodlananda maşından gələn səs indiyə qədər bizim prosesimizə, iş təcrübəmizə əsasən olaraq yaranan problem nədən olub? Porsche-dən olub, polislərdən olub. Ona görə də Liboy maşında yanacaq olan avtomobillərdə, daxili yanmada bu cür hallar baş verirdisə, biz birinci növbədə olaraq ağlımıza gəlirdi ki, Porsche-nin səsi də qızandan sonra keçir. Bu maşında da həqiqətən də olaraq avtomobildə soyuq vaxtı lok səs gəlir, maşın sahibinin dediyinə görə və bu maşınlarda bu cür olur. Və üzü podyuma gedəndə də o səsi daha maşının salonundan da bəli, maşının salonundan da tam aydın şəkildə eşitmək olur. Burada yaranan problem nədir? Bax, gördüyünüz kimi, bu avtomobilin Porsche-nin zarafat edir. Bu maşının korobkasında sürətlər kutusu çıxarılıb. Bax, bunun prujinlərini görürsünüz. Bu, bunun üstündən çıxan mexanikdir. Problem buradadır. Biz bunu yenisi ilə əvəz edirik. Bunun xərci də 3500 manat deyil. Yəni, ürəyimiz, necə deyim sizə, bir düşündüyünüz qiymətdən də aşağıdır, müəyyən bir qiymətə qədər dəyişilir. 1000 manat, 1100 manat, bəzən hallarda olur, malın bizə gəlməyi nasıl olur, 900 manata qədər xərci çıxarlar, ondan da aşağıdır. O, bugünkü gündən gedir söhbət. Ola bilər ki, 6 aydan sonra bunun qiyməti, mexaniki bəlkə bizə gəldi 100 dollara çıxdı 2 ayda, mən onu 500 manat elədim. Yəni, bugünkü gündə 2026-cı il, ay neçəsi bugün? 27-si 4-cü ayda. Bugün olan qiymətlərdir bunlar. Üzü gələcəkdə qiymətlərin necə oynayacağını bilmirik. O bazardan asılıdır. Yəni problem sürətlər qutusundadır. Bu avtomobillərdə soyuq vaxtı yaranan lokkultu, üzü podyuma gələn səsin birinci növbədə yaranma prosesi mexaniklə əlaqədar olur. O səsə də düzgün diaqnoz qoymaq üçün maşın soyuq vaxtı sizin yanınıza gəlməlidir. Qardaşın getdiyi servislərdə, qardaş maşın kapotunu açıb papda olaraq deyiblər ki, bunun dərdi olub. Heç kim maşını gecədən saxlamayıb ki, burada səhər soyuq vaxtı yaranan prosesə qulaq şahidi olsun. Biz bütün Kərbəlayi qardaşlarımızın da Allah imanını kamil eləsin, yollarını açıq eləsin, arzusunda olanlarına içi biz qarışıb da bizə də nəsib eləsin. İnşallah, amin.